O, deməli, bibisi oğlu Məmmədlə üzürdü Narginə qədər. Dişində onlar üçün tibbi ləvazimatlar, çörək daşıyırdı. Bir-iki türkü də o xilas eləmişdi. Bayıl həbsxanasına salırlar, ölüm kamerasına salırlar. Bu kameraya axıb bütün kanalizasiya, türmənin bütün kanalizasiya suyu. Kameranın içində ancaq küncdə bir damcı quru yer tapıb orada ayaq üstə qalıb günlərlə. Oğlu Ərzuruma getmişdi deyəsən, Elbay oğlu. Val gətirmişdi onun üçün, Qarabağ şikəstəsinin valını. O valı qoyub, oxudan yerdə canını tapşırmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin ilk zabitlərindən olan Əjdər Babazadə 1898-ci ildə Bakının Çəmbərə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra indiki Neft Sənayesi Universitetinə daxil olub. Cümhuriyyət qurulduğu ildə həmin institutda təhsilini alarkən Bakını xilasa gələn Türk ordusu universitetin qabağından keçərkən tələbə yoldaşlarından biri onlara biraz rişxənddən yanaşıb. Bu Əjdərin xoşuna gəlməyib, o ilə mübahisəyə keçib, rektoru onu çağırıb, onu öz millətini müdafiə etdiyi üçün alqışlasa da, deyib ki, bu işdə mən sənə heç bir şey kömək eləyə bilmərəm. Ona görə də Əjdər özünü bu universitetdə görmədiyinə görə hərbi sahəni seçib və ilk Yunkerlər məktəbinə daxil olub. Rus-Osmanlı müharibəsinin əsirlərini saxlayırdılar Nargin adasında. Əjdər də bundan xəbəri var idi. O, deməli, bibisi oğlu Məmmədlə üzürdü Narginə qədər. Dişində onlar üçün tibbi ləvazimatlar, çörək daşıyırdı. Aparırdı, verirdi. Bir-iki türkü də o xilas eləmişdi. Əmi dediyinə görə çox pis vəziyyətdə idilər. Çox pis vəziyyətdə idilər o əsirlər. 18-ci ildə onun 20 yaşı olub, Mart soyqumunda. Döyüşüb, bütün dalanları, necə dalanlardan keçib, ilk dəfə Azərbaycan millətini millət kimi adlandırmaq Əjdər əminin təşəbbüsü olub. Açıq Söz qəzeti, Məmməd Əmin Rəsulzadənin qəzetində. Orada bir gün yığışıbla iclas olub, hələ Sovet hakimiyyəti qurulmamışdı. Bizləri hamısına Tatar müsəlmanları deyirdilər. Birdən bir səs gəlib iclasda. Qayıdıb ki, qoy millət olsun da Azərbaycan milləti. 1919-cu ildə Mehmandarovla görüşüb. Mehmandarov o ilə söhbətdən sonra yanındakı yavərinə qayıdıb ki, bu hərbçi oğlan Azərbaycan hərbisi üçün hələ çox şeylər eləyəcək. Təəssüf ki, 1920-ci ildə Azərbaycan Rus qoşunları tərəfindən istila olunub. Gözəl kadr olduğuna görə, hərbi taktikaları çox gözəl bildiyinə görə Rus ordusu, Sovet ordusu daha doğrusu Əjdər Babazadəni öz hərbi sıralarında saxlayıb. 1920-ci ildə Lənkəranda Lənkəran əhalisi Sovet ordusuna təslim olmadığına görə Əjdər Babazadəni Lənkərana bu qiyamı yatırmağa göndərirlər. Lakin Əjdər Babazadə o qiyama rəhbərlik edən Hüsnoğlu ilə danışır və ona bildirir ki, döyüşən hissələri ya yarğandan, ya da dar bir yol keçidindən keçir. Siz bu vaxtda çoxlu Rus əskərini qıra bilərsiniz. Əməliyyat yaxşıca baş tutur, doğrudan da Rus ordusunun çox hissəsi məhv olunur, qiyamçılar qaçıb dağlara gedirlər və Əjdər də bunlarla bir yerdə gedir. 25-ci ilə qədər bir neçə dəfə İrana gedir, Əjdər Bakıya qayıdır və təbii ki, Bakıya qayıdan kimi onu həbs edirlər, Bayıl həbsxanasına salırlar, ölüm kamerasına salırlar. Bu kameraya axıb bütün kanalizasiya, türmənin bütün kanalizasiya suyu. Kameranın içində ancaq küncdə bir damcı quru yer tapıb orada ayaq üstə qalıb günlərlə.
15-20 gündən sonra oradan çıxardanda özləri də məətəl qalıblar ki, bu hansı fiziki qüvvəyə malikdir ki, belə sağ qalıb. 25-ci ildə də Əjdərin qardaşı, mənim qaynatam, Tağı Babazadə, teatr texnikumunun da Kirmanşahlı, rejissor Kirmanşahlının sinifində təhsil alırdı. 25-ci ildə Azərbaycan Dövlət Dram Teatrında Şekspirin Hamlet tamaşası tamaşaya qoyulur və bu tamaşaya İranın səfiri təşrif gətirir. Tamaşa başlayan vaxtda birinci zəngdən sonra məlum olur ki, Abbas Mirzə çox bərk xəstədir, hərarəti artıq 40-a çatır və heç cür bu teatra gələ bilməyəcək. Ona görə də Kirmanşahlı qaynatam Tağı Babazadə ona deyir ki, get qrimli elə və bu tamaşanı oynayacaqsan. Tamaşadan sonra İranın səfiri Kirmanşahlını öz yanına çağırır və xahiş edir ki, bu Hamlet tamaşasını oynayan oğlanı mənim yanıma gətir. Səhəri gün Kirmanşahlı qaynatamı Tağı Babazadəni aparır İran səfirinin qəbuluna. Globus teatrına bərabər bir Hamlet rolu gördüyünü ona izah edir. İran səfiri ona deyir ki, sən əgər məni bu cür bu rolla şad eləmisənsə, nə istəsən mən sənin üçün eləməyə hazıram. Qaynatam da qeyd edir ki, mənim heç bir şeyə ehtiyacım yoxdur, ancaq istərdim ki, qardaşımı xilas eləyəsiniz. Əjdər Babazadəni o ölüm hökmündən xilas eləyəsiniz. Və beləliklə Əjdərə İran vətəndaşı sənədləri düzəldilir. İrana keçərkən qeydiyyatda oturan bir məmur ondan ad familiyasını xəbər alır. Bu da qeyd edir ki, Əjdər Babazadə. O da qələmi əlindən deyir, yerə atdı, qayıtdı. Bəsdirin, bu zadələr artıq məni boğaza yığdılar. Əjdər kənara çəkilir, deyir, buna baxı, o boyda Sovetin əlindən qurtuldum. İndi bir dənə bu məmurun əlində qalmışam. Neysə, bu qurtulan sözü onu tutur. Gəlir ki, qeyd eləyin orada Əjdər qurtulan. Və bu ad altında o İrana gedir. Məmməd Əmin Rəsulzadədən proqramlar alırlar. Bir gün İranda o keçmiş bolşevik deyərdim, həm də zərgər olub, Əsədullah Axundov. Qayıdıb ki, sən mənim qızlarıma rus dilində dərs deyə bilərsən. O da böyük məmnuniyyətlə razı olub və bu qızların içərisində Tövrə xanımı seçir. Bu izdivacından 4 oğlu evladı dünyaya gəlir. Eldəniz, Elxan, Eldar, Elbay. ...41-ci ildə Böyük Vətən müharibəsi başlayanda Əjdər xaricdə olduğuna görə, qardaşlar xaricdə olduğuna görə bunları Qazaxıstanda Semipalatinskiyə sürgün eləyiblər. Qaynanamın qucağında da körpəsi və bunları 15 gün yol gedib sürgün eləyiblər. Belə sınıq-salxaq evlərə bunları yerləşdiriblər. Körpə uşaqlı və 2 qardaş, Əbdülbaqi, bir də Ələbbas qardaşları Əjdərin. Bir gündə ayrı-ayrı küçələrdə donub ölüblər. 53-cü ildə Stalin vəfatından sonra insanlara bəraət veriblər. Qaynatam da bəraət alıb, amma 200 kilometr Bakıdan aralı yaşamaq. O da Şamaxını seçib. Şamaxıda qaynatam məktəbdə dərs deyib. 2 evladı da Şamaxıda doğulub. Qəni evladı, bir də mənim yoldaşım Həsən ağa. Dəfələrlə qaynatama təklif eləyiblər ki, gəl bizi ilə işlə, qardaşıma məktubları yaz, nə ya. Amma qaynatam heç vaxt razı olmayıb, heç vaxt. İranda başları çox müsibətlər çəkir, həddindən artıq. Neçə dəfə Əjdər əmini həbs eləyirlər, 2 dəfə buna sui-qəsd olunub. Elbay öz xatirələrində deyir ki, 6-7 yaşım var idi. Bir gün deyir, oturmuşduq, evdə gördük, qapımız döyüldü. 2-3 kişi girdi içəri. Atam deyir, bunlarla qucaqlaşaraq görüşdü. Mən də deyir, qapının arasından baxırdım və atama dedim ki, ata onlar kim idi? Dedi, bunlar KKB işçiləridir. Deyir, abə sən onlarla necə səmimi, mehriban qucaqlaşaraq görüşdün? Dedi, mən onlarla səmimi görüşmədim. Mən onları qucaqladım və axtardım ki, birdən üstlərində silah olmasın. Sonunda Ağa Məhəmmədi o ki, Bakıda bunun tamaşasına gəlmiş o səfiri tapır. Artıq o səfir təqaüddə idi.
Amma yenə kömək eləyir ona. Əjdər əmi də əvvəl 2-ci Türk ordusunun qarnizonuna gətirilir. Sonra bunu 6-cı Türk qarnizonuna köçürdürlər. Orada da bir müddət qalır və bunu Türk əsgərlərinin müşayiəti ilə Türkiyəyə göndərirlər. Orada da Tövərə xanımın təbii ki adı mütləq dəyişilməlidir. Məcbur olub onun adını Turan xanım eləyib. Böyük oğlu Eldəniz 1953-cü ildə İstanbulda Tibb Universitetini qazanır. Eldəniz 53-cü ildə ilk dəfə Türkiyəyə gələndə görüşdüyü adam Məmməd Əmin Rəsulzadə olub. Məmməd Əmin Rəsulzadə onu həm də özünün mənəvi evladı elan edib. İlk dəfə Vətən Cəmiyyəti yarandı Elçin Əfəndiyevin sədrliyi və o Vətən Cəmiyyətin yolu ilə biz Əmini axtarmağa başladıq. Bacısı Stara xanım 71-ci ildə qardaşının görüşünə gedirdi İstanbula. Oğlu Ərzuruma getmişdi deyəsən, Elbay oğlu. Val gətirmişdi onun üçün, Qarabağ şikəstəsinin valını. O valı qoyub, oxudan yerdə canını tapşırmışdı. Bacı getdi onun artıq 3-ünə çatdı. Əhməd Qaraca qəbristanlığında basılıb. İlk dəfə 1988-ci ildə Bakıya gəldi Eldəniz. 90-cı ildə gəldi Türkiyəyə. Eldəniz bəy yoldaşı Fərdi xanımla bizi qarşıladılar. Məmməd Əmin Rəsulzadənin arxivi, bütün hamısı arxivi Eldəniz bəydə idi. Və mən orada ilk dəfə Məmməd Əmin Rəsulzadənin eynəyini gördüm. Əsin Siyavuşu əsərinin əl yazmasını gördüm. Sonra çox sənədlər gördüm də. O meydanda ilk dəfə parlamentin üstündə ucalan bayraq gördüm də. Bayrağı da Turan Babazadə tikmişdi. Ay ulduz tərsinə tikilmişdi. 25-ci ildə Cümhuriyyətin il dönümündə o bayrağı da belə tutublar. İranda, Tehranda. Sonra o bayraq Məmməd Əmin Rəsulzadənin cənazəsinə salınıb. Amma hal-hazırda o bayraq Elbaydadır, Kanadadadır. Məmməd Əmin Rəsulzadənin son arxivi mənim köməkliyimlə Azərbaycana gəldi. Belə-belə işlər.